Salamlar, hər vaxtınız xeyirli olsun. Hər dəfə gündüz video çəkirdik. Dedik bu səfər də gecə sürüşündən video çəkək. Həm gecə sürüşü ilə bağlı bəzi məqamları qeyd eləyək, həm də ki, bir-iki məsələ var, onlara toxunaq. Ona görə videomuzun davamı gələcək. Videomuzu bəyənib paylaşmağı, şərh yazmağı da unutmayın. Sizin fikirləriniz mənim üçün həqiqətən də çox dəyərlidir. Deməli, həm də bunu da qeyd edeyim ki, bugünkü bu video setup'ımız tam fərqli eləməyə çalışmışam. Gördüyünüz kimi DJI-ın Osmo Pocket'ım varımda mənim, hansı ki vloglarımı çəkirdim. Bu gün Osmo Pocket'ı bildiyiniz qabağıma qoymuşam. Belə yəqin ki, siz bu videodan görəcəksiniz. Elə bil ki, bir nəfər oturub orada çəkir. Amma keyfiyyəti nətərdir, nə bilim, görünüş nətər olacaq, səs nətər olacaq, bu ilə bağlı heç bir fikrim yoxdur. Mən yavaş danışmalıyam, burada səs niyəsə partlayır, onu da yəqin ki, evə gedəndə düzəltmək məcburiyyətində qalacam. Nəysə, bugünkü mövzularımız nələrdir? Bugünkü mövzulardan danışacaq. Biraz daha yavaş danışmalıyam bu arada. Biraz normal görünməyə bilər, biraz sağa boşluq ola bilər, sola boşluq ola bilər. Bunda yəni üzürlü sayasız. Çünki dediyim kimi ilk dəfədir bunu eləyirəm. Ona görə yəni ki, növbəti videolarda yəqin ki, bunu da düzəldə bilər. Və yaxud da ki, əvvəl kimi deyə bilərsiniz ki, bu DJI Osmo Pocket-la çəkmək keyfiyyətsizdir və s. nəysə. Keyfiyyətsiz olmaz, amma yəni ki, normal standartda olmaya bilər də. Yəni belə bir şey ola bilər. Ona görə demək istədiyimiz nədir? İlk məsələmiz, bugünkü məsələmiz nədir? Ən çox qəzalar, hansı ki, həm gecə vaxtı, həm gündüz vaxtı baş verən qəzalarda bildiyiniz kimi bir var hansı ki sürücülər, bir də var ki sərnişinlər. Ən çox bu gənclərimiz nə edirlər? Arxasına bir dənə qızı mindirir. Deyir, narahat olma, qaqan sürəcək belə elə. Allah uzaq eləsin, Allah uzaq eləsin. Sonra gedir, hardasa qəza eləyir və bu qəzanın nəticəsi ölümlə nəticələnir. Ona görə bu məsələlərdə diqqətli olmaq lazımdır. Bəs burada nəyə diqqətli olmalıyıq? Birincisi, çalışmalısınız gecə vaxtı. Siz elə fikirləşirsiniz ki, gecə vaxtı yol boşdur və s. daha rahat sürə bilərəm, amma gecə sürüşlərindən maksimum dərəcədə qaçışın. Çünki gecə sürüşlərində problem ondan ibarətdir ki, gecə vaxtı görüş məsafəsi də qısalır. Plus motosikldarsınız, bəziləri hətta qara vizörlə sürür. O ümumiyyətlə mənə çatmır da. Yəni qaranlıq havada qara açıq ilə gəzmək kimi bir şeydir. Niyə gəzəsən ki? Bax, bu sadəcə formazonluğun bir üsuludur deyə düşünürəm. Yəni başqa açıqlama verə bilmirəm də buna. Yəni kim nə deyir desin. Hərənin yəqin ki bir arqumenti var, amma mənim arqumentimdə gecə vaxtı qaranlıqda çıxırsan və qara vizörüm yoxdur deyib çıxırsansa, yəni niyə qara vizörün yox? Daha doğrusu şəffaf vizörün yoxdur. O özü də maraqlı sualdır. Əgər varsa da niyə onu istifadə eləmirsən? Bu da ayrı bir məsələdir. Nəysə, bu məsələni keçirəm. Növbəti məsələmiz nədən ibarətdir? Növbəti məsələmiz isə burada mənə yol verməlidirlər əslində. Prosto heç kimlə vermir. Növbəti məsələmiz, birincisi, arxanızda əgər bir nəfər varsa, yəni ki, hansı ki, pasajiriniz, sərnişiniz varsa, bunu bilməlisiniz ki, motosiklın idarə etməyiniz əvvəlkindən fərqli olacaq. Çünki motosiklın ağırlıq mərkəzi də dəyişir. Motosiklın həm bir sözlə özünün idarə edə biləcəyi tormuz məsafəsi, özünü saxlaya biləcəyi tormuz məsafəsi də dəyişir. Yəni bir sözlə motosiklın tam aerodinamikası dəyişir və siz artıq növbəti adaptasiyaya keçməlisiniz. Yəni ki, fərqli bir sürüş tərzinə keçməlisiniz. Daha tormuz məsafənizi geniş götürməlisiniz. Ən çox problemlərdən biri budur və qəzaların da ən çox səbəbi budur ki, düzgün tormuz məsafəsini götürə bilmirlər və yaxud da ki, düşündükləri kimi döngə manevrlarını eləyə bilmirlər və ən çox da yaşanan hadisələr odur ki, siz özünüz nə qədər peşəkar olursunuz olun, arkada oturanı, bir buradan çıxaq, arkada oturanı sizə mane olma ehtimalı çox yüksəkdir. Bunu da bilməlisiniz. Çünki arkada oturan sərnişin sizə görə hərəkət eləmir. O istər-istəməz, yəni arxada ümumiyyətlə oturan insan meşoğu kimi olmalıdır. Yəni sizin balanslı hərəkətinizə o da sizinlə eyni hərəkətləri eləməlidir. Məsələn, mən dönürəmsə, əyilirəmsə, o da mənim bədənimin bir üzvü olmalıdır. Bunu da hər adam bacarmır. Ümumiyyətlə yeni biri oturubsa, hətta gedirsiniz nə orada birinlə tanış olursunuz, deyirsə, narahat olma, mən səni aparacam. Amma o aralardan, maşının aralarından keçib eləyəndə o sizi kimi o çalışacaq ki, motosiklı düz saxlasın. Siz əyməyə çalışanda, o düz saxlayanda avtomatik olaraq sizin hesablaya bilməyəcəyiniz səhvlər baş verir və nə olur? Təbii ki, bu qaçınılmaz qəzanın ən vacib səbəblərindən biri olur. Ona görə əzizlərim, arxanıza birincisi, ümumiyyətlə buradan elə belə deyim, xanımlara da səslənirəm, bəylərə də səslənirəm ki, təcrübəsiz birinin motosiklına heç vaxt oturmayın. Təcrübəli olması neçə kilometr yol getməsindən asılı olmaya bilər. Əsas məsələ, burada nəsə kimsə vurub,
Maşın vay Allah nə günə qalıb, Allah kömək olsun. Nəsə əsas məsələ nədən ibarətdir? Təcrübə yolda ölçülən bir şeydir. Zamanla toplanan bir şeydir. Yəni ki mən narahat olma, nə bilim 40 ildir sürürəm, amma əgər həmin adamın sərnişin daşıma kilometrajı yoxdursa, yəni ki, məsələn tutaq ki, bir sərnişini götürüb, nə bilim, hər gün sərnişin daşıyırsa və s. artıq onun təcrübəsi sərnişin daşımağa görə uyğunlaşır. Artıq o risklərini də ona görə müəyyənləşdirə bilir. Ona görə sərnişin daşıyanda və yaxud da ki, kiminsə motosiklinlə minəndə mütləq dərəcədə bu məsələlərə nəzarət etdirməlisiniz. Yəni elə kim gəldi motosiklinlə minim, əşi bir emosiyadır, yaşayaram və s. və ilə axır. Bir fikirləşin, bir sayın görün o neçə dəfə sərnişin daşıyıb ümumiyyətlə. Yəni bu məsələyə çox agah olmalısınız, çünki səhvi bağışlamır motosikl həmişə. Ən vacib məsələlərdən biri budur. Gecə sürüşü ümumiyyətlə tövsiyə olunmur. Heç bir halda gecə sürməyi tövsiyə eləmirəm heç kimə. Çünki birincisi yolda qaraltılar, yoldakı çuxurlar və s. görünməzlik halını alır. Yəni ki, görməyə bilərsiniz və bu da sizin üçün və digər texniki vasitələr üçün, yol hərəkət iştirakçıları üçün böyük qəza şəraiti yarada bilər. Ona görə əgər qardaş xanım öz yolu ilə gedə bilsəydi, biz də keçə bilərdik. Yolun kimdə olduğunu bilmədiklərinə görə bəzi hallarda belə şeylər olur. Məsələn, gedir adam bilmir ki, yol onundur yoxsa kimindir. Amma məcbur olursan sən də onu gözləmək, çünki o da yavaş-yavaş gəlir. Nəysə, sözüm oradadır ki, gecə sürüşlərindən qaçının. Çünki gecə vaxtı hamı sizi kimi dəlisov ola bilər, hamı sizi kimi adrenalin bağımlısı ola bilər. Ona görə gecə sürməyin. Yol görünməzdir, gecə vaxtı qaranlıq. Bizim millət də sevir qaranlıq, qara geyməyi. Və hər zaman nə olur? Biri çıxır qabağınıza gəlir, Allah uzayasın, qəza şəraiti yaradır, qəza olur, sonra da qalırsınız siz pis vəziyyətə. Ona görə buradan yavaş-yavaş fıydırıq belə, sonra heç nə yoxdur. Gecə sürüşlərindən qaçının. Birinci məsələ budur. Əgər sərnişin daşımaq potensialınız yoxdursa, sərnişin daşımayın. Çünki siz özünüz kimi düşünə bilməzsiniz. Bəzən görürəm də arxadakı kasksız oturub yazıq, nə bilsin, qabaqdakı qaza eləyəcək yoxsa yox. Biraz da qaqam qaza gəlir, arxada qız oturub divijen eləməli, daha güya ki, peşəkar sürüşü göstərməyə çalışır. Amma siz bunu bilin ki, peşəkar sürüş sürət həddini aşmaq və yaxud da ki, qayda pozmaq və yaxud da ki, anormal manevralar eləmək demək deyil. Təhlükəsiz sürüş, peşəkar sürüş ümumiyyətlə təhlükəsiz sürüşdür. Yəni ki, özü heç bir riskə atmadan düzgün şəkildə motosikli idarə eləməkdir və lazım olan məsafəyə düzgün şəkildə çatmaqdır. Yəni sənin o motosikl sürməkdəki məqsədin nədir? Səni A nöqtəsindən B nöqtəsinə çatdırmaq. Okey, bunun təbii ki, hobi mövzusu da var, sevgi mövzusu da var ki, hamımızda olsa bu motosikl sevgidir. Yəni ki, bunun təbii ki, harasa getməkdən əlavə bu bir sevgidir və biz bu sevgini yaşayırıq. Amma bu demək deyil ki, sevgi sizə ölüm gətirməməlidir. Yəni, bəzi ərgənlər indi başlayacaq ki, yox, bu yolda ölmək olar, nə eləmək olar? Ölüm həyatda düşünə biləcəyiniz ən son şey olmalıdır. Ona görə həmişə bu mövzularda daha diqqətli olmağımız vacibdir. Çünki həyat sizə bir kərə verilir və o həyatı sizdən ala biləcək texniki vasitə motosikl olmamalıdır ən azından. Çünki insan sevdiyi ilə ölmə məntiqi burada yaramır. Bir də ki, tikə para olmaq da heç düzgün bir mövzu deyil. Yəni demək istədiyim odur ki, belə şeylərdə daha diqqətli olaq. Kimsə də mən çəkim. Demək istədiyim budur ki, təhlükəsiz sürüş ən vacib şərtlərdən biridir. Özünüzü heç vaxt riskə atmayın. Qaranlıqda sürətinizi də, hər şeyi, yəni ki, harasa 50-50 indirməlisiniz. Yəni ki, qaqan sürəni də bunun və s. və ilə axır, elə şey düşünməyin. Təhlükə gəlirəm deməz. Bir də ki, riskləri müəyyənləşdirmək olur. Okey, siz məsələn, bu maşının ikisinin arasından keçə bilərəm deyə düşünə bilərsiniz. Amma düşünmədiyiniz bir şey var ki, o maşının ani hərəkətindən yayına biləcəksinizmi? Bax, bunu öngörmək lazımdır. Motosikl sürmək ona görə çətindir, əzizlərim. Yəni, motosikl sürmək tək fərd olaraq sənin düşünməyindən deyil. Məsələn, mən bilirəm ki, qabaqdakı maşın çıxa bilərmi? Burada adamlar maşın gördünüz, yol darısqallaşdı və s. Aləm dəydi bir-birinə. Məsələ budur ki, qabaqcadan öngörmə bacarığınız olmalıdır. Yəni, buradan adam çıxa bilərmi? Arxaya baxıram, arxada adam yoxdur. Bax, məsələ. Motosikl gəlir amma. Yol verəcəydim, qardaş orada keçdi. Nəysə, yəni, öngörmə bacarığınız çox yüksək olmalıdır. Yol verirəm. Bir də humanist olmağı heç unutmayın. Motosikl sürürsünüzsə, yol verin, insanlara
bir sözlə qayğı ilə yanaşın. Çünki siz də yolda bir hərəkət iştirakçısınız. Siz aqressiya yaradanda başqalarına qarşı aqressiya yaratmış olursunuz. Yəni ki, artıq bütün motosikl sürənlərə qarşı aqressiya yaranır. Ona görə siz fərd olaraq düşünə biləcək axırıncı şəxssiz. Yəni ki, həmişə cəm olaraq düşünmək məcburiyyətindəsiniz. Hə, yəni sözüm buradadır ki, həmişə belə şeylərdə diqqətli olmalısınız. Həmişə belə şeylərdə diqqətli olmalısınız. Həmişə yol sizi bağışlamaya bilər. Ətrafdakı sürücülər sizi bağışlamaya bilər, amma siz özünüzün təcrübəniz sizin üçün kifayət olmalıdır. Yəni təcrübə hər şeydən vacibdir. Ona görə həmişə yolda diqqətli olmalısınız. Yolu oxumağı bacarmalısınız. Hər zaman risk, təhlükələri görməyi də bacarmalısınız. Çünki dirək qabaqdan dönək, rahat dönək. Həmişə yolu oxumalısınız. Yəni buradan adam çıxa bilərmi deyə sual verin həmişə və oradan adam çıxa biləcək potensialla düşünün. Çünki həqiqətən də hər yerdən, hər zaman hər şey çıxa bilər. Bu maşın buradan niyə döndü, bu maşın oradan niyə döndü və s. kimi düşüncələrə atın qırağa ümumiyyətlə. O maşın oradan çıxar da, o adam onun arxasından çıxar da. Həmişə %100 potensialla düşünün. Buradan adam çıxacaq. Buradan, yəni fikirləşməyin ki, buradan adam çıxarmı? Yox, buradan adam çıxacaq. Buradan bu maşın dönə bilər. Oradan o problem mənim üçün yaşana bilər. Yəni hər zaman var olacaq bir şey üçün düşünün. Məsələn, buradan qapı açıla bilərmi? Açıla bilər. Mən görürsüz yavaşlayıram. Ən azından bir təkər yeri, bir qapı yeri boş qoyaraq keçə bilirəm. Ona görə hər zaman bu məsələdə gözləntidə olmağınız çox vacib məsələdir. Yəni bu gözləntiləri doğrultmalısınız ən azından. Yəni demək istədiyim budur. Hər zaman gözləntidə olmalıyıq. Hər zaman bu olar deyə düşünməlisiniz. Yəni ki, həqiqətən də ola bilər. Çünki realda da budur. Yəni Azərbaycanda, yox dünyada hətta belə bir şeydir. Biz yəni tüfürmək üçün qapı açan millətik. Yəni mən tüfürüm deyə qapı açıram, yolun ortasındadır. Trasın ortasında qapı açılır. Amma sən o nəzərə almalısan. Yəni okey, günah ondadır və s. kimi həmişə deyirəm, günah axtarmaq sənin üçün ən axırıncı variantdır. Yəni sən günah axtaracaq ən axırıncı insansan, çünki sənin bir səhvin 100 düzə aparır. O səhv də sənin ölümünə səbəb ola bilər. Məsələn, pavorotnik yandırıb, dönmə işığını yandırmayıb dönənlər və s. və ilə axır. Bu arada deyə bilərsiniz ki, niyə buxarlanır şey? Mən pinloku çıxartdım ki, hava istidir. Artıq bir sözlə yay gəlir və s. qızışırıq. Amma yəni hayf olsun ki, yay gəlir, gəlmirmiş səninləmə. Pinloku boş yerə çıxartmışam, indi gedib taxacam. Yəni yenə də buxarlanır. Hələ ki hava soyuqdur, hələ yağış da gözlənilir bu arada. Bu arada bu video konsepti xoşunuza gəldi mi? Ümumiyyətlə belə sürüşlərdə videolar çəkəkmi və s. Suallarınız varsa yazın. Sonra deyirsiniz ki, niyə video çəkmirsən? Video çəkməyim üçün gərək siz nəsə bir təklif, fikir verəsiniz. Mən də o fikir üstündə çəkim. Ya sual verəsiniz, sual ətrafında çəkim. Siz heç ümumiyyətlə video baxış sayısı az olduğuna görə, düzdür, mənim üçün bu heç bir əhəmiyyəti yoxdur, amma yenə də baxanda adam motivasiya alır da, başa düşürsünüz. Görürsən ki, əziyyətimə bir qiymət verən var da. Buna görə o videonu bəyənənlər, bəyənməyənlər hər kəsə təşəkkür edirəm. Videoya baxanlar hər kəsə təşəkkür edirəm. Həqiqətən də çox sevinirəm ki, Azərbaycanda da bu motosikl sahəsinə artıq əvvəlki kimi deyil. İnsanlar da artıq humanist yanaşırlar və insanlarda da motosiklə qarşı xüsusi bir sevgi oyanır. Ona görə həqiqətən də yəni sevinirəm bu məsələyə. Bu arada bu video konsepti, hansı bu DJI Osmo Pocket-la çəkməyim uğurludurmu sizcə, yoxsa uğursuzdur? Bax, bunu da mənə qeyd eləyin. Çünki bilmirəm, bax bu dəqiqə rakus nətərdir, videonu indi paylaşanda yəqin ki siz görəsiniz. Çünki mən də indi buradan balaca ekrandan görürəm ki, hə, video var da. Amma o video yaxşıdırmı, pisdirmi, yaxşı görsənirmi, səs normal gəlmir, səs biraz gurulduyur. Buradan görürəm, onu nətərsə düzəldəcəm yəqin ki. Amma indi mən onu desibelini azaltmalıyam, çünki Osmo Pocket biraz mikrofonu çox həssas götürür. Onu indi gedəndə ayarlayacağım yəqin ki.
Bir sözlə video ilə bağlı fikirlərinizi yazmağı unutmayın. Gecə sürüşlərindən qaçının maksimum səviyyədə. Dünyada da belə bir şey var. Gecə sürüşlərində, bir də yağışlı havalarda ümumiyyətlə motosiklı sürməkdən çəkinin. Yəni ictimai nəqliyyatdan istifadə edin və s. və ilə axır. Əgər yox istifadə eləyəcəksinizsə də, yəni ki, təbii ki, hər kəs seçimi fərqli. Mən indi hamıya deyirəm gecə sürüşündən çəkinin, amma mən gecə gündüz yağışlı hava, qarlı hava fərq eləmir sürürəm. Amma burada məsələ budur ki, ehtiyatınızı götürün. Həmişə dediyim kimi təhlükəsiz sürüş, bir sözlə, daha doğrusu peşəkar sürüş təhlükəsiz sürüşdür. Yəni burada söhbət qəza eləməkdən və s. getmir, amma öngörüşlü olmaq, hansı ki riskləri əvvəlcədən müəyyənləşdirmək və başqalarının yarada biləcəyi riskləri də görmək. Dön, dön. Dön də qardaş. Qurban olum, dön də. Arxadaya çığınadaq. Öz məhəlləmizdir nə olsun, amma yenə də arxadan da gələn var da dönməmişdi, ona görə yol verdim. Nəysə, yəni ki, bir sözlə gecə sürüşlərindən maksimum çəkinirsiniz. Təhlükəsiz sürüş peşəkar sürüş deməkdir. Bunu da bilin, qaydalara əməl eləyin. Təbii ki, qaydalar dediyimdə ki, motosikl demirəm ki, yəni bütün Azərbaycan qanunvericiliyində nələr var. Təbii ki, yəni belə olmalıdır, amma yəni demirəm ki, anəm bura nə bilim 10-sa 9-la get və s. və ilə axır. Yola uyğun davranmağı bacarın. Yol sizdən nə tələb edirsə onu sürün. Nə çox anormal, nə də çox yavaş. Yəni digər hərəkət iştirakçılarına mane olmadan sürüşünüzü təhlükəsiz şəkildə keçirməyi bacarın. Bu da çox vacib məsələlərdən biridir. Və beləcə gəldik çatdıq evə. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Növbəti videoların gəlməsi üçün də sizin fikirləriniz mənim üçün həqiqətən çox vacibdir. Ona görə fikirlərinizi yazın. Mən də fikirlərinizə görə növbəti videomuz nə olsun, ümumiyyətlə videomuz olsun, olmasın. Bu ilə bağlı qərar verəcək yəqin ki. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Hələlik görüşərik.